Porçananı bənzədirəm həbs düşərgəsinə. İnsan orada girovdur. Sadəcə önünə bir yemək qoyurlar, çıxmaq istəmir. Çünki bilir ki, çıxıb öz zonasına keçsə, yəni komfortdan çıxsa, orada yaralana bilər. Orada risk faktoru var, biraz sürünməlidir. Ya bunu nə edəcək? Həmin o komfortdan çıxmağını gözə alacaq və ömür boyu daha bəlkə rahat olacaq, ya da bu təhlükəli zonada qalacaq. Ona görə yəni bu gün hər hansı bir problemləri varsa, bəlkə də komfortdan çıxdıqları üçün bunları yaşaya bilirlər. Hər bir halda pis bir şey deyil. Həmişə pasientlərimə öncədən bildirirəm ki, müqavimət yarana bilər. Ağrı ola bilər. Hətta bəzən psixoloquna qarşı belə bir qıcıq yarana bilər və hamısı normaldır. Gələndə o üzləşir. Bir söz var deyir, həyatım alt üst oldu. Alt üst ola bilər, amma deyir, bəlkə alt üstündən daha yaxşıdır. Bəli, görür ki, bu vaxta qədər səhv inanclar, səhv düşüncələr, səhv həyat tərzi, indi bunları nə etmək lazımdır? Dağılır. Yenidən, yeni sağlam bir düşüncə, yeni sağlam bir nələrsə yaradır.